Aha, mən bugün sizlə danışmaq istədiyim vacib bir mövzu var. Ümumiyyətlə, gəlin baxaq görək ki, bu mövzu ümumiyyətlə nə deməkdir də, yəni emosional ehtiyac. Ümumiyyətlə, çoxunuza artıq bəllidir ki, həyatımızın müəyyən dönəmlərində emosional ehtiyac dedikdə bizim nəzərdə tutulur nə? Sevgidir, qayğıdır, diqqətdir, dəyərdir, düzdürmü? Güvən duyğularıdır. Emosional ehtiyac əgər istədiyimiz şəkildə ödənməyəndə biz düşürük aslı münasibətlərə, bağımlı münasibətlərə, davamlı tərk edilirik, davamlı eyni döngülərin içərisində fırlanırıq, qalırıq. Amma başa düşə bilmirik ki, niyə görə də davamlı olaraq mən eyni döngülərin içərisində fırlanıram və eyni döngülər mənim həyatımda baş verir. Bugün sizin üçün xüsusi bir slayd da hazırlamışam ki, belə daha yaxşıdır ki, göz önündə olur. Məsələn, hər bir uşaq anadan olanda birinci növbədə nə ehtiyacı var? Sevilmək ehtiyacı. Daha sonra qəbul olunmaq, dəyər verilmək, anlaşılmaq, dinlənilmək, düzdürmü? Təhlükəsizlik və güvən, yaxınlıq, bağlılıq, sərhədlərə hörmət, təsdiqlənmək, dəstək görmək. Ümumiyyətlə, münasibətlərində uğurlu bir mərhələyə çata bilməyən insanlar, ümumiyyətlə uğur anlayışı, xoşbəxtlik anlayışı, bunlar spesifikdir. Yəni bəzi insanlar üçün sağlam münasibət tamam ayrı bir şeydir, bəzi insanlar üçün tamam ayrı. Ona görə kimin nəyisə eyniləşdirmirik, nə də kimdən sözümüzə bir nümunə götürmürük. Sadəcə sizin beyninizdə o qurduğunuz ki, münasibət anlayışı var. Məsələn, ideal münasibət qurursunuz və yaxud da ki, necə deyim, özünüzə uyğun sağlam münasibət qurursunuz. O etapa çata bilməmisinizsə, hansısa etapda ilişib qalmısınız. Bəs hansı etapda ilişib qalmışıq? Yəni mən bir fərd olaraq yetişkin bir fərdəm, düzdürmü? Mənim içimdə 3 dənə adam var. Biri uşaq tərəfimdir, biri yeniyetmə tərəfimdir, biri də indiki məndir. Əgər bu 3 tərəfim içində bir-birinə qarşı düşmən mövqeyindədirsə, bir-birinlə tamamilə separasiya olunmuş vəziyyətdədirsə, mən davamlı hansı münasibətə daxil olsam, istəyirəm şərtdə yazasınız kim subaydır, kim evlidir, biraz fərqli cür gedəcək. Mən davamlı kimlə münasibətə girirəmsə, artıq daxilimdəki zədəli uşaq versiyamla münasibətə girirəm və yaxud da ki, yeniyetmə versiyamla münasibətə girirəm. İndiki versiyamla yox. Məsələn, tutaq ki, belə bir misal deyək, təsəvvür eləyək ki, 30 yaşında bir xanımdır və yaxud da ki, bir bəydir. Düşünək ki, 30 yaşı var və bir xanımdır, xanım üzərindən gedək. Bu xanım 30 yaşına kimi kimlə münasibət qurursa, çox uğursuz alınır, yəni xanıma görə uğursuz alınır, davamlı tərk edilir, davamlı demək ki, sevilmək istəyir, davamlı təsdiq ehtiyacını ödəmək istəyir. Mane olmayaq, user, xahiş edirəm. Aha, davamlı necə deyim, güvən qurmaq istəyir, davamlı necə deyim, dəstək görmək istəyir, amma bu ehtiyacları uşaqlıqdan, yəni yetərincə ya da yeniyetməlik dönəmində ödənmir deyə bu tərk edilir, rədd edilir, tək qalır, necə deyim, uğursuz döngülərə gəlib çıxır və səbəbi də əsasən günahlandırmaqla məşğul olur. Başlayır manipulyasiyaya əl atır, tarota əl atır, bütün günü güzgün qabağında 777 formasiya deyilir, düşüncəsini ona bağlayır. Gəlin qəbul eləyək ki, birinci qayda və dəyişməz qayda. Mən insanları dəyişə bilmərəm. Hər kəs mənimlə bir yerdə səsli şəkildə desin. Mən insanları dəyişə bilmərəm. 2. Mən kiminsə iradəsini dəyişə bilmərəm. Mən kiminsə iradəsini dəyişə bilmərəm. Bunu ucadan deyim. Baxın, bir insanı dəyişmək, bir insanı kontrol etmək, bir insanın iradəsini idarə etmək sənin təslimiyyətdə olmadığını göstərən faktordur. Təslimiyyətdə olmayan insanda davamlı təşviş halında olan, davamlı panik atak keçirən, davamlı depressiyaya meyilli olan insan, davamlı aslı tip münasibətlərdən və bağımlı tip münasibətlərdən əziyyət çəkən biridir. Biz kimisə dəyişə bilmərik, biz insanların seçiminə təsir edə bilmərik, yəni onun yerinə seçə bilmərik, qərar verə bilmərik. Hər bir insanın seçim haqqı var, hüququ var, iradəsi var, azad iradəsi var, seçimi var. Əgər qarşımızdakı insan bizi sevmirsə, yetərincə dəyər vermirsə, bizə təhlükəsiz hiss elətdirmirsə, mən bu ehtiyacımı ondan ala bilmirəmsə, yəni emosional ehtiyacımı ala bilmirəmsə, birinci növbədə mən burada psixoloji işi nə üzrə getməliyəm? Kölgə tərəfimi işləməliyəm. Kölgə tərəf nədir? Mən məsələn 30 yaşlı bir xanım dedim. Tutalım ki, mən davamlı olaraq sevilmirəm. Davamlı olaraq dəyərsizləşdirirəm. Davamlı olaraq necə deyim, güvənsizlik yaşayıram əks tərəfdə. Mən baxmalıyam ki, necə olur ki, hər dəfə eyni tip insanlar, eyni tip hadisələr, eyni tip duyğuları keçirirəm. Deməli, mən də hansı emosional ehtiyac əskikdirsə, həyatımdakı insan onu mənə aynalayır. Yəni bu nə deməkdir? Bu o deməkdir ki, misal üçün tutalım,
Sən davamlı güvəndə hiss eləmək istəyirsən və davamlı sənin həyatına güvənsiz hiss elətdirəcək insanlar çəkirsən. Amma daxilən sən deyirsən ki, mən güvənə layiqəm, mən sevilməyə layiqəm, mən təsdiq al. Amma sənin şuur altında belə bir mexanizm var ki, sən hələ güvənə layiq olmadığını qəbul edirsən və həyatında da onu yaratmağa başlayırsan. Yəni sənin şuur altında məsələn deyək ki, güvənsizlik daha çox var və ona görə də güvənsiz hiss elətdirəcək insanlar çəkirsən. Burada o demək deyil, sən günahkarsan, çəkirsən, yox. Həyatımızda hamımız insanlar çəkə bilərik. Məsələn, mənim də həyatımda mənə özümü güvənsiz hiss elətdirən insanlar olur. Amma mən şuurlu seçmə eləyirəm. Mən başa düşürəm ki, bu insan mənə güvənsiz hiss elətdirir. Demək ki, bu insan mənə uyğun bir insan deyil. Amma elə insan var ki, ona güvənsiz hiss elətdirsə də, narahat hiss elətdirsə də, tutunub qalır ki, problem məndədir. Mən gedim özümü dəyişim, mən gedim belə eləyim. Qarşı tərəf dəyişsin, qarşı tərəf düzəlsin. Baxın, bir də görürsünüz ki, məsələn, mən şəxsi inkişaf klublarım vardı, yəni psixoloji şəxsi inkişaf kanallarım var. Ora, məsələn, insanlar qeydiyyatdan keçəndə belə və yaxud da mən olmayım, digər mütəxəssislər olsun, psixoloqlar, koçlar olsun ki, yəni əksəriyyətində bu tipli müştərilər olur ki, kimsə nəyisə bir pul ödəyəndə, adi bir psixoloqa bir seansa pul ödəyəndə və yaxud da hansısa bir kanala abunə olanda əksər insanlar özünə görə gəlmir. Əksər insanlar deyir ki, mən necə dəyişim ki, qarşımdakı insan dəyişsin. Bu saat mən sizə deyim ki, ölkədə ən böyük problem budur ki, insan düşünür ki, mən necə dəyişim ki, qarşımdakı dəyişsin. Fokus nöqtəsi qarşındakının dəyişməyidir deyə gəlir o kluba da, o seansa da. Tək-tük insan var ki, deyir ki, məsəl üçün, mən gedim bir görüm bu klubda nə var ki, mən özümü inkişaf elətdirim də. Yəni, tək-tük insan bunu deyir. Amma əksər insanın fikri odur ki, mən elə bir şeydim ki, nə? Nəsə, mövzudan uzaqlaşmayaq. Emosional ehtiyaclarımız bunlardır. Hansı ki, mən görülmək istəyirəm, təsdiq olunmaq istəyirəm, dəyərli hiss elətdirmək istəyirəm, yetərli olmaq istəyirəm, dəstəkdə olmaq istəyirəm, qəbul olunmaq istəyirəm və bu emosional ehtiyaclar mənim partnyorum tərəfindən ödənilmirsə, mən onu günahlandırmalı deyiləm. Mən onu tənqid etməli deyiləm. Mən baxmalıyam ki, hansı etaplarda mən özümə bu emosional ehtiyacları ödəmirəm. Ola bilər ki, sən deyə bilərsən ki, məsələn, mən özümə hər şey ödəyirəm də, özümə də sevgi verirəm, qayğı verirəm. Elə xanımlar var ki, həqiqətən də elədir, elə bəylər də var, elədir, özünə dəyər də verir, sevgi də, amma xanımı tərəfindən davamlı dəyərsizdir, tənqid olunur, dırdıra məruz qalır, düzdürmü? Bəs o zaman sual olunur ki, nə çatışmır? Aha, baxın, bayaq mən ilk dəfə başlayanda sizə nə dedim? Dedim ki, insanlarda 3 tip olur da. Deməli, sənin hansısa versiyan zədəlidir. Daxili uşaq, daxili anata, daxili qadın və kişi tərəfini işlənməlidir. Əgər sən düşünürsənsə ki, yetişkin versiyanın özünə yetəri qədər dəyər verirsən, nə bilim, belə bombastiksən də, yəni super bir psixoloji, imkan səviyyən qəşəng. Yəni, çox adam deyir ki, məsələn, mənim həyatda hər şeyim var, heç nə ehtiyacım yoxdur, bombastik. Deməli, hansı etapda bir uşaq versiyan zədələnib, hansı etapda bir yeniyetmə versiyan zədələnib. Qayıtmalıyıq, o hissəni işləməliyik və indiki ilə əlaqəsini görməliyik. Təbii ki, bunu xüsusi bir texnika ilə eləmək daha düzgündür. Amma yenə də sizin sualınız olsa, mən bu barədə, yəni suallarınız varsa bu arada yazın ki, çox da axıra qalmasın, ümumi cavablandıra bilim. Deməli, mənim, təkrarlayıram və bunu bir yerə də qeyd edeyim mütləq şəkildə, mənim hansı emosional ehtiyaclarım varsa, bu emosional ehtiyaclarımı birinci növbədə kimdən istəyirəmsə, məsələn, tutalım ki, yazıram X. Məsələn, partnyorunuzun adını yaz, X. Mən səndən bunu istəyirəm. Nədən ki, onu ki, emosional ehtiyacı kimdən ki istəyirsiniz, özünüzə verirsiniz. Amma siz deyə bilərsiniz ki, mən ona hər şey verirəm, o vermir. Burada artıq öz sərhədlərinizə hörmətsizlik edirsiniz. Yəni, baxın, mən nəyi verirəm, o mənə nəyi verir. Vermə, alma. Mən nəyi verirəm, o mənə nəyi verir. Çox vermirsiniz, çox almırıq. Davamlı almağa fokuslanırsınızsa, pul versin, nə bilim, pul versin, maşın alsın, ev alsın, nə isə versin də. İndi ola bilər ki, nə bilim, savad versin, nə bilim, gül versin, nə isə belə vermədəsinizsə, burada da uşaq pozisiyasındasınız. Uşaq tərəfiniz doymayıb sevgidən. Nə isə almaq, aşırı hədiyyələrə alüdəçiliyi, var dövlətə alüdəçiliyi falan filan, bunların hamısı sizin aclıq duyğunuzdur ki, uşaq versiyanız doymamış şəkildə davam edir. Tamam mı? Deməli, uşaq versiyamız nə edir? Uşaq versiya ancaq deyir ki, mənə verməlisən, mənə sevgi verməlisən, mənə dəyər verməlisən, mənə güvən verməlisən, mənə yaxınlıq verməlisən, mənə təsdiq ver. Uşaq versiyam bunu deyir partnyoruma.
Amma yetişkin versiyam deyir ki, okey, mən sənə müəyyən etapda mən nə verə bilirəm partnyoruma. Yetişkin versiya bu deyir. Mən nə verə bilirəm, o mənə nə verə bilir və bu qarşılıqlıdırmı? Qarşılıqlı deyilsə, hansı etapda biz düzgün şəkildə kommunikativ qurmuruq? Mən bunu Maqnetizm klubunda kommunikasiyanın düzgün qurulması etaplarını paylaşmışam. Okey. İndi davam edək. Maraqlı bir hissədir. Bu hissə sizə aydın oldu. Okey. Ümumiyyətlə, emosional ehtiyaclar sırasında ən böyüyü insanın təsdiq olunma ehtiyacıdır. Davamlı təsdiq olunmadığın, dəyərli hiss etmədiyin, görülmədiyin, duyulmadığın yerdə qalmaq sənə xoş deyil. Gəlin etiraf edək ki, eyni şey sizin insanlarla olan münasibətinizdə də belədir. Təkcə partnyor münasibəti yox, iş yerinizdə, dostlarınızla münasibətdə, ana-atanızla münasibətdə. Məsələn, mənim YouTube-da tamamilə ödənişsiz videolarım var. Daxili ana-ata obrazı ilə iş, daxili qadın və kişi obrazı ilə iş. Çox gözəl və praktik şəkildə izahlar vermişəm. Ya bundan sonra əgər kimsə düşünürsə ki, içindəki uşaq yaralıdır, YouTube-dan o videolarımı izləyə bilər. Bu sizə nisbətən kömək olacaq. Deməli, emosional ehtiyac o zaman yaranır ki, mənim valideynlərim münasibətə girib məni dünyaya gətirəndə onlar bacardığı sevgini, qayğını, diqqəti, dəyəri veriblər. Onlar mənim beynimdəki sevgi, qayğı, diqqəti verməməkləri o demək deyil ki, onlar mənə sevgi, qayğı, diqqət, dəstək verməyib. Məsələn, bir valideyn var ki, onun üçün atıram, şillə vurmaq sevgi göstəricisidir. Bir valideyn üçün qucaqlamaq sevgi göstəricisidir. Yəni, hər kəsin sevgi şəkli fərqlidir. Bir valideyn üçün uşağı zibilliyə atmaq sevgi verməkdir. Bir valideyn üçün isə uşağını hərtərəfli böyüyüb yetişdirmək sevgi verməkdir. Ona görə burada ola bilər ki, daxili aqressiyanız qalxa bilər. Hansı etapda ki, ana və atanıza qarşı qınaya bilərsiniz ki, niyə görə mənə yetərincə sevgi, qayğı, diqqət, dəyər vermədin ki, indi mən münasibətlərdə bunun acıyam. Amma baxın, münasibətdə ki, nə ki probleminiz var ha, onlar çox gözəl bir şeydir ki, siz birbaşa şəxsi inkişaf edəsiniz. Bu çox gözəl bir şeydir. Və bu saat hər kəs kiçik bir problemini yazsa, çox gözəl şəkildə işləyə bilərik. Suallarınız varsa yazın. Baxın, mənim münasibətdə nə ki problemim varsa, bu çox əla bir şeydir ki, kölgə texnika ilə, kölgə tərəflə mən bunu rahat şəkildə fokusu özümə qaytara bilirəm. Yəni, işləyə bilirəm. Mən məsələn Maqnetizm klubunda sırf münasibətlərə həsr etməyimin mənası bilirsiniz nədir? Ona görə ki, siz ora münasibətlərə qatılsanız da sonda gedib özünüzü tapırsınız. İnsan özünü tapanda münasibətdən də üstün olur və çox rahat şəkildə də münasibət qura bilir. Okey, suallarınız varsa qəşəng-qəşəng yazın. Ümumiyyətlə, biz terapiyadan əvvəl ancaq keçmişdə yaşayırıq da. Ancaq keçmişdə yaşayırıq, takıntılı oluruq, özümüzə qarşı qayğı səviyyəmiz çox aşağı olur. Sonra da yəni necə deyək, sağlam münasibətlər qura bilmirik. Daha sonra mental durumumuz da yaxşı olmur. Özümüzə hörmətimiz, özümüzə dəyərimiz aşağı olur. Amma terapiyadan sonra hansı ki sən özünə, məsəl üçün deyək ki, bir psixoloqla işlədin və yaxud da ki, mənim hansısa bir psixoloji inkişaf kanalıma qatıldınız deyək, bu kanalıma qatıldınız, inkişaf elədiniz, yəni elə bir şey ola bilməz ki, sizdə nəticə olmasın. Çünki mənim ən azı klubuma qatılan insanların hər birinin nəticəsi var, en qədərdir. Çünki Instagramda bio hissəsində də paylaşmışam. Yəni elə bir şey ola bilməz ki, sənin nəticən olmasın. Yəni 100% şkala ilə götürsə 50% sənin nəticən var, 50%. Digər 50% də artıq sənin məsuliyyətin, yetişkin tərəfin məsuliyyətidir ki, hə, oradakı tapşırıqları etmək, texnikaları etmək, fərqindəlik podkastları dinləmək, qeydiyyat götürmək, həyatının ipini əlinə çəkib öz məsuliyyətini götürüb, bu artıq sənə aid bir şeydir də. Yəni mən durub məsələn gəlib sənin həyatını yaşamayacağam məsələn. Mən orada göstərirəm sxemlərlə, izahlarla. O qalan etap artıq sənin öz əlindədir. Okey, emosional ehtiyacı olan insanlar manipulyasiyaya tez meyil edir. Rahatlıqla aldanılır, pula aldanır, şan-şöhrətə aldanır, kiminsə geyiminə aldanır, kimsə ona xoş söz deyir, aldadır. Nə bilim, daha çox yalana məruz qalır, daha çox tərk edilir, daha çox rədd edilir, daha çox itirmə qorxusu daha çox olur. Davamlı özünü günahkar hiss edir, davamlı özünü başqa bir dənə məsəl tutam adi məsəl atıram. Bir var ki, sən eyni yerdə, gəl belə bilmirsən, tam ki, bir dənə yerdə işləyirsən. Fərz edək ki, sən bir dənə yerdə işləyirsən. Təsəvvür edək ki, bir dənə yerdə işləyirsən və işlədiyin bir yerdə tam deyək ki, 100 işçi var. 100 işçi arasında hamı özü üçündür də, yəni. Heç kim vecində. Birinci durumda sən fikirləşirsən ki, vəbşə ərizəmi yazım çıxım. Bu nədir? Hamı öz işində, gücündə. Heç kim məni vecinə alır. İkinci durumda sən deyirsən ki, aha, yəni ikinci durumda sən fərqli baxırsan. Deyirsən ki, hər kəs işləyir, maaşını alır. Fokus nöqtən özündə olur ki, mən həqiqətən gördüyüm işi sevirəmmi?
Bu işdən aldığım məsələn məvacibdən razıyam, amma fokusu artıq özünə verirsən. Fokusu artıq özünə verəndə sənin üçün müdürüm nə düşünür, nə bilim Elxan niyə ikinci dəfə evləndi, nə bilim Misalə niyə bir dəfə boşandı, niyə görə Orxanın oğlu məktəbə getmədi tipli problemlər səni yayındırmır. Fokusun özündə ol. Amma fokusun başqalarında olanda sən işdə davam edib etməməyi də ona görə edirsən. Diaqnostik testi yəqin ki, çoxunuzla ödənişsiz konsultasiyada eləmişdim. Yadınızda yazmışdım ki, diaqnostika üçün şəxsimə yazın. Yazanların hər birinə cavab vermişdim. Məsələn, burada özünüzü qiymətləndirə bilərsiniz. Ümumiyyətlə qeyd eləyim ki, bizim həyatımız 8 bir çarxdan ibarətdir. Bu çarxı istənilən dildə də tapa bilərsiniz. Yazsaz məsələn Google-a və yaxud da ki ChatGPT-yə ki, yaşam çarxını göstər. Çox gözəl yaşam çarxı var. Sadəcə məqsəd nədir? Məqsəd odur ki, mənim həyatımda məsələn mənəviyyat, sağlamlıq, münasibətlər, mühit, vəzifə, bolluq, özümü təkmilləşmə, yəni əyləncə. Bunlardan birinin məsələn, gəlin bunların hər birini 10 xalla qiymətləndirək. Siz də baxıb özünüzü 10 xalla qiymətləndirə bilərsiniz. Əgər ki, bunlardan biri, yəni hansısa biri 8-dən aşağıdırsa, bu o deməkdir ki, mənim həyatımda o nöqtədə ilişib qalmışam. O nöqtə açılmayana qədər digər nöqtələr inkişaf eləmir. Məsələn, deyək ki, atıram, mən misal üçün deyirəm, praktik tutam ki, mən mənəviyyatıma vaxt ayırıram. Psixoloquma gedirəm, inkişaf proqramına qatılıram. Mənəviyyatıma sağlamlıq deyək ki, eləyirəm, idman eləyirəm, nə bilim üz yoqası eləyirəm, tutalım yuxuma, rejimə diqqət edirəm. Münasibətlərim deyək ki, bərbaddır, 3 bal. Mühitim deyək ki, narazıyam, 4 bal. Vəzifəm də deyək ki, yaxşıdır, pul da yaxşıdır. Özümə təkmilləşdirmə biraz zəifdir. Məsələn, kitab oxumuram, təhsilə marağım yoxdur. Rəngarəng demək olar ki, bütün il işləyirəm. Yəni bir dənə istirahət nədir bilmirəm, bir dənə otelə getmirəm, bir dənə nədir dincəlmirəm, tutal. Artıq sən də buradan 10 xan üzərindən hansısa biri 8-dən aşağıdırsa, bu deməkdir ki, sən hansısa etapda ilişmisən və o nöqtə işlənilməlidir. Sən onu belə deyək ki, ignor etdikcə özünü, ya sadəcə özünün elə bir ki, vaxtını oyalayırsan ki, fisyonda da başa düşdün nə demək? Yəni fisyonda da elə ki, özünü şey eləyirsən. Bir də insan elə başa düşür ki, hər şey ona ödənişsiz şəkildə verilməlidir. Bir vaxtlar mən də belə düşünürdüm ki, niyə görə hər şey ödənişsizdir? Amma insan ödənişli proqramlarla işləyəndən sonra başa düşürsən ki, bəzi şeyləri insanlara ödənişsiz də versən, onların götürmə kapasitəsi ona çatmır. Ödənişi isə o insan ödəyir ki, o insan fikirləşir ki, artıq və başa düşür ki, mən nə əldə eləyəcəm? Bunu başa düşən insan ödəniş ödəyir, özünə yatırım eləyir. Təbii ki, mən burada doğru mütəxəssislərdən danışıram. Hər belə deyək ki, yoldan keçəni də tövsiyə eləmirəm. Təbii ki, araşdırın, baxın. Mən ona görə məsələn YouTube videolarını niyə çəkmişəm? Tamamilə ödənişsiz YouTube videosu. Çünki bir insan məni tanımaq istəyirsə, ən azı primitiv etap keçib YouTube videolarıma baxmalıdır. Baxmalıdır ki, hə, mən bu insanı başa düşə bilərəmmi? Mən bu psixoloqla işləyə bilərəmmi? Mənə uyğundurmu? Məsələn, Telegramda ödənişsiz podkastlar yazıram. Ən azı səslərimi dinləyir. Aha, ən azı səslə tanış olur, ən azı video ilə, görüntü ilə tanış olur, ödənişsiz təlimlərə qoşulur. Məsələn, indi sizlə elədiyim kimi tanış olur. Məsəl üçün deyirəm, Instagramda müəyyən risklərlə tanış ol. Artıq hə, sən bilirsən ki, elə baxan kimi enerji səviyyəsini hiss edirsən ki, bununla mən də alınar ya yox. Artıq onu özün qərar verirsən, yəni orada şey olmur. Hə, bir də sizə emosional ehtiyaclarınızın öhdəsindən gəlməyiniz üçün mən sizə önərəcəyim bir klub var. Təbii ki, mənim yaratmış olduğum 2026-cı il mən buradayam, bu klubda olacağam. Hələ yazılıb qurtarmayıb tam şəkildə, amma yazılır. Bir aylıq bir klubdur. Abunə olanda, yəni təsəvvür edin ki, 30 saata yaxın məlumat var bu qrupda. Yalan doğru, 30 saata yaxın, yəni zarafatsız bir məlumat var. Podkast şəklində, texnika şəklində və hələ də atmağa davam edirəm. Özüm də işləyirəm öz üzərimdə və bu qutarandan sonra, yəni bir il ərzində mən burada olacağam. Demək olar ki, bütün sistemi də bunun üzərində qurmuşam. Məsələn, keçən il ancaq mənəvi həyatlardaydım. Mənəvi həyatlar kanalında oldum 2025. 2026-cı ildə də ancaq və ancaq maqnetizmdəyəm. Burada olacaq. Məsələn, burada mən nələrdən danışmışam, tutalım sizə deyim. Burada münasibətdə necə doğru ünsiyyət qura bilərəm, ünsiyyət qaydaları. Məsələn, hansı etapda ki, ünsiyyət qurmaqda çətinlik çəkirsiniz, özünüzü ifadə eləməkdə narahatlıq yaşayırsınız, rədd cavabı almaqdan, itirməkdən, tərk edilmək, bu etapları bir-bir işləmişəm. Sonra dəyər, özgüvən, təsdiq duyğuları ilə iş. Bunların hər birini necə aradan götürmək olar? Yəni, ən əsası sonuncu etapa salmışam, sırf özgüvəni bərpa eləməyi. Niyə görə? Çünki sən başdan o sınmış hissəni toparlamalısan ki, sonda özgüvənli şəkildə özünə qayıt. Toksik münasibətlərdən çıxış.
Məsələn, elə insanlar var, bilmir ki, ayrılsın, ayrılmasın, bu toksikdir ya yox. Orada ümumiyyətlə məsləhət xarakterlidir, qeyd edin bunu. Orada sxem göstərilir. Sxemə uyğun siz özünüz tapırsınız ki, siz həyatınızda nəyi necə etsə sizə yaxşıdır. Sonra orada hədiyyələr və pul enerjisi barəsində də danışmışam. Pula necə fokuslana bilərəm, hədiyyələri necə əldə edə bilərəm. Yəni burada belə standart mən sizə yenə deyim, ritualdır, nə bilim bu sizin gördüyünüz afirmasiyalar deyil də. Şuuraltı psixoloji danışmışam. Yəni mexanizm budur. Yəni bir insan hədiyyə istəyirsə şuuraltısı nədir, psixologiyası nədir, psixoloji dili nədir, necə mən hədiyyə verə bilərəm, söhbət də kişidən getmir. Bir qadından belə hədiyyəni necə götürə bilərəm? Manipulyasiyalar bu gün qrup atmışam, çox bombadır. Emosional cinsel manipulyasiyalar. Bu mövzuda növbəti dəfə düşünəcəm ödənişsiz bir webinar eləməyi ki, siz başa düşə bilərsiniz. Şuuraltı texnikalar var. Əvvəl mən texnikalar salsam da daha çox meditativ eləyirdim, amma bu dəfə sırf texnikalardır və sırf fərqindəlik yönümlüdür. Məsələn, bir xanım bu yaxınlarda kluba üzv olmuşdu. Özü də ümumiyyətlə çox adam bu gün iştirak eləyəcəkdi. Çünki şəxsdə yazılır, amma sonra bilirlər ki, mən YouTube kanalını yükləyirəm. Rahat girib YouTube'da baxırlar. 3 dənə xanımım var. Nəysə bir xanım deməli üzv olandan sonra mənə qeydiyyata düşməmişdən qabaq mənə yazmışdı ki, aslı münasibətdən əziyyət çəkirəm. Sizcə mənə kömək olarmı klub? Mən dedim ki, sadəcə üzv olun da, yəni niyə narahatsınız ki? Üzv olandan sonra inanın o texnikanı eləyəndən sonra yəni orada bir var ki, boş-boş meditasiya dinləyirsən. Bu deyil. Orada sən dinlədiyin şey sənin daxili uşaq və daxili yeniyetmə versiyanı yaxşı mənada sağaldır da sən onu hiss edirsən. Yəni orada fərqindəliklər çox olur deyə. Artıq ondan sonra özü mənə dedi ki, o mənə çox kömək oldu da. Yəni beyin elə bir ki, depolamaya. Mən bir də görürsüz ki, yazırlar şəxsi seansa. Mən seansı önərmirəm. Öz seansımı heç çox önərmirəm. Deyirəm birinci qatıl kluba, bəlkə sualıma cavab tapassan. Ondan sonra da keçid edə bilərsən maqnetizm klubuna. Yəni ki, bu mənim tərəfimdən yazılmış bir klubdur. Mən əsasən də toçka.kim ki, məsələn, maddi aslıdır, emosional aslıdır, fiziki aslıdır. Məsələn, aslı münasibətləri orada çox gözəl sxemlərlə vermişəm, verməkdə də davam eləyirəm. Yəni bu cür. İndi gəlin sizin suallarınıza baxın və suallar ətrafından davam eləyim. Görək maraqlı suallar nədir? Deməli, 24 yaşım var, anama heç nəyi bəyəndirə bilmirəm, mənim ailəmdə dinlənilməmək kimi bir problemim var. Sizcə, yaxşı, mən belə bir sual verim. Sizcə, bu sizə nəyi göstərir? Ananızın sizi dinləməməyi sizdə nəyi göstərir? Kommunikativ əlaqədə nəyi göstərir? Ananız sizi dinləsə özünüzü necə hiss edərsiniz? Ananız sizi dinləmirsə özünüzü necə hiss edirsiniz? Çox sağ olun. Mehman və bütün qruplarda var. Mən kiminsə dəyişməsini, nə də özümün dəyişməsini istəyirəm. Bilmək istəyirəm ki, xanımlarda maddiyyat hissi niyə belə güclüdür? Bir-iki kəlmə xoş söz edirsən, başlayır pula. Ümumiyyətlə, mənim bir çox, belə deyək ki, bəylərlə əlaqəm olur. Mən demək olar ki, bəylərlə kontaktda oluram. Ümumiyyətlə, belə bir şey, bəylərdə davamlı belə bir şey olur ki, bir xanımla tanış oluram, avtomatik mənə kart atır. Avtomatik məndən pul istəyir. Baxın, mən niyə görə sırf maqnetizmdə hədiyyələri salmışam? Çünki düzgün istəmə yöntəmləri var. Ümumiyyətlə, bir kişidən hədiyyə istəyirsinizsə, bir insandan hədiyyə istəyirsinizsə, verməyi bilməlisiniz. Vermədiyiniz şey ala bilməzsiniz. Sual verəcəksiniz, nəyi verim? Çox qadın düşünür ki, cinsəllik verim, hədiyyə versin, cinsəllik verim, ev alsın. Hər şey cinsəllik deyil. Siz öz enerjinizi, auranızı, özünüzü olduğunuz kimi verə bilmədiyiniz təqdirdə qarşı tərəf sizdən bunu ala bilmir deyə verə bilmir. Yəni siz almağa fokuslananda qarşı tərəf hiss eləyir ki, olduğu kimi qəbul edilmir və artıq sizə vermək istəmir. Bunu daha geniş şəkildə maqnetizmdə danışmışam. İndi digər sualın ümumi cavabına baxmaq istəyirəm ki, qadınlarda əgər ki, maddi şəkildə ehtiyac varsa, birinci növbədə maddi, yəni qadın davamlı olaraq maddi bir şey istəyirsə, maddi ehtiyacı bir şey istəyirsə, pul, hədiyyə, ancaq maddiyyat yönümlü, bu xanımın daxili uşaq versiyası acdır. Ondan işlənilməlidir. İkinci növbədə qadın bir kişidən nəyi istəyirsə, qadın başa düşməlidir ki, özü də onu özünə verəcək bir gücdədir. Bu iki şey xanımda düzəlsə, avtomatik həyatını elə bir kişi seçəcək ki, o bu qədər əziyyət çəkib, fədakarlıq eləyib, manipulyasiyalara əl atmağa ehtiyacı qalmayacaq. İki şeyi düzəltmək lazımdır. Daxili uşaq və yeniyetmə ilə iş, o da ancaq texnikalarla və psixoloji inkişafla mümkündür. Bir də ki, qadın bunu özünə verməyə başladıqca. Çox adam deyəcək ki, mən 500 manat, 400 manat maaş alıram. Bunu özümə necə verə bilərəm, nə edə bilərəm? Amma hər şeyin bir yolu var. O bir misal var. Yorğanı deyir, ayağı yorğanıva görə uzat misalı.
Belə, bugünkü təlimim də bu qədər. Ümidvaram ki, hər biriniz üçün faydalı oldu. Kim öz üzərində işləmək istəyirsə, Maqnetizm klubumda gözləyirəm. Belə, qatıldığınız üçün təşəkkür edirəm. Bir də baxmaq istəsəz YouTube kanalını yerləşdirəcəm. Artıq 100-dən çox insan baxmış olacaq. Ümid edirəm ki, hər biriniz üçün faydalı oldu və sizlə sağollaşıram.